Yine tamamlaşır. Salafın bir taraf tamamlaşmış biraz. Və Onu da sap eləyər. onu istifadə eləyərik. Podkastımıza başlayırıq. İlk podkastımızı dedim. Dədə. Bugünkü mövzumuz fotoqraflara aid olacaq. Ondan əlavə olaraq videoqraflara da aiddir. Bir də ki, İncə sənət adamlar. indi sənət adamlarına. Buyur, başla müəllim. Maraqlıdır da. Yəni mənim üçün belə deyək də yeni bir təcrübədir. Azərbaycan dilində, şayən Azərbaycan dilində hansısa bir podkast. Amma var Əslində yox, ikinci dəfədir. Bir dəfə radioda müsabiqə almışlar məndən. Güclə bəla ilə improvizasiya eləyə. Nəsə danışdım. Yəni əslində birinci hissəni yazmışdım kağıza, amma sonra buraxdım başını. Dedim yox, məndə söhbət o qədər uzanmışdı ki, yəni yadımdan çıxıbdı, yəni telefona baxmaq, harasa baxmaq. Elədim. Məncə qəşəng mövzularımız var da, yəni əslində. Yəni bu davamlı podkast olacaq. Mənə bax, ora baxma. Ora baxma. Axıra qədər baxanlar biləcəklər ki, bugünkü mövzular nədir. Biz sıra-sıra gedəcəyik mövzularımızda. O qədər mövzu olmayacaq. Hə, o zaman olmayacaq sizi. Yəni davamlı olacaqsa bu podkastlar, yəni lazımdır bizə. Gəl başlayaq birinci bu fotoqrafların, bu videoqrafların qiymətindən. Yəni qiymət nə mənada? Yəni işimiz, xidmətimiz nədən ibarət olur? Necə başlayır? Nədən həvəslənmək lazımdır? Sən demişkən, Qəşəng mövzudur. Nədən həvəslənirik biz? nədən aid? Sənin nə yazqandır? Məni həvəsləndirən əsasən mənim gördüyüm işin kateqoriyasıdır. Məsəl üçün, adam var fashion çəkir, adam var yemək çəkir, adam var nə bilim, başqa bir janr üzrə gedir. Yəni mən öz janrımın üzərində getməyə daha çox xoşlayıram. Bəzən düzdür, pul gətirməyən şeylər var ölkəmizdə, çox təəssüflər olsun. Məsəl üçün, mən fashion xoşlayıram, portret xoşlayıram, amma bunda pul azdır. Eləyirəm özüm üçün həvəsim olanda, amma artıq işə gələndə artıq özün də bilirsən ki, biz korporativ çəkilişdə daha çox edirik, kommersiya çəkilişdə daha çox edirik. Bir cəhətdən istəyərdim ki, məsəl üçün, digər janrlar da inkişaf eləsin bizdə, daha da tələbat olsun. İndi bu süni intellektə gəlib, indi bu haqda danışacaq bilsən, yaralı yerimizdir biraz. Bu çox çətin bir məsələdir. Amma yəni elə çıxır ki, yəni sən şəxsən səndə, yəni işin prosesindən həvəslənirsən. Hə, proses. Yəni işin özündən həvəslənirsən. Amma ta ki məni həvəsləndirən çox şey ola bilər. Yəni əslində əsas səhər necə durmuş? Maraqlıdır. Necə durmuşsan da, yəni sağ tərəfdən ayağımı sağ tərəfdən sol tərəfə qoydum. Ayaqqabı var, yəni kravatın altında, ya da ki yadımdan çıxıb, yəni ki ayaq yalın gəlib uzanmışam. Yəni belə bir şey. Yorğun olanda yəni əslində hər şey yadınız çıxır. Fotoqraf səhər oyananda işə necə başlayır? Mənim üçün iş əslində, mən səhər tezdən oyanandan ən birinci mənim meditasiyam koşal. Yəni mən mən əslində yəni özüm üçün hər səhər 1 saat öz şəxsi işlərimə 1 saat vaxt ayırıram. Yəni əslində 1 saatdan az ola bilər, yəni təxmini 1 saat. Yəni dururam, əl-üz yumaqla belə, yəni ondan sonra kofe hazırlamaqdır. Kofe hazırlamaq məndə ən azı bir 10-15 dəqiqə məndə kofe hazırlamaq prosesidir. Yəni özümə, yəni kofe əllə kofedən almışam, yəni kofe maşınım var, yəni yavaş-yavaş satıram. Yəni 15-20 dəqiqə ondan sonra oturub, yəni səhər yeməyimi yeyirəm. Yəni səhər yeməyində də yəni oturub YouTube-da hansısa xəbərlərə baxıram, amma məndə bir qayda var. Kofe hazırlayanda mən qulaqlıq taxıram, yəni kofe hazırlayanda mən xəbərlərə qulaq asıram. 15 dəqiqə. 15 dəqiqədən sonra yemək yeyəndə məndə bir qanun var. Yəni hansısa oyunçunun hansısa streaminə baxıram, ya fotodan, sənətdən, hansısa, səhər tezdən, yəni Amerikadan hansısa streamlər var. Ya da ki, hansısa, nə bilim, foto xəbərlərdən, yəni ya hansısa filmə başlayıram, seriala baxıram, son vaxtlar Peaky Blinders serialına baxıram. Yəni oturub, belə deyək də, yemək yeyəndə mən xəbərləri daha qulaq asım ki, yəni mənim, belə deyək də, mənim içimin, o iç dünyama toxunmasın bir xəbərlər artıq. Səhər nağarından sonra bir də axşama qədər nə xəbər oxuyuram, nə xəbərlər oxuyuram, nə bir şey. Ki, yəni mənim sənətimə, mənim işimə bu təsir edəməz.
Belə bir şey də soruşmaq istəyərdim. Yəni bu rutin, sənə, hər gün, yəni sən bunu edirsən də belə başa düşdüm. İş günləri əsasən çəkiliş O vaxtı yeni əslində hər dəfə hər də olduğu iş günü olmadı. Məndə belə deyək qaydadır da, mən biraz o için stipendiya deyirlər. Azərbaycan uluş gelini. Elə bir şeydir. Disiplin etmək istəyirəm. Yəni bu disiplin verir mənə. Çünki yəni mən bu özümü məcbur eləmirəm, amma bu artıq bu neçə illərdir, yəni bu mənim qaydam. Bu səhər tezdən məni sakitləşdirir. Yəni əsəblər, müştərilərin üstünə, yəni o gəlib, yəni əsəblə gəlməyənlər mən. Müştəri demişkən elə o müştəri mövzusuna toxunaq. Bu müştərilərin məsəl üçün bu yaxında biri zəng elədi ki, bir 6-7 dənə eksteryer çəkilişi lazımdır. Hə, çəkərsən köhnə müştəridir. Tamam çəkərəm, qiymət danışdıq, fiks bir qiymət dedi bana onu. Yəni baha demədim, tanış oldum. Bizə var axı, biz bir ailəyik, biz dostluq, yəni biraz ucuz elə, okey. Bir məbləğə qədər, bir limitə qədər ucuz eləyə bilirik onu. Üstündən bir həftə keçib geri dönüş eləmək üçün yıxıb mənə ki, bəs biraz da aşağı eləyə bilərsən. Hə, qiymət aşağı. Yəni biz başa düşürsünüz, fotoqrafiya, videoqrafiya olsun, yəni media işi, sənət fərqi yox, əlbəttə bəli. Sürgəsində ofisialında fərq eləmir. İnsan iş görürsə, adam zəhmət çəkir, fiziki iş görür, əqli iş görür, fərqi yox. Sənin işində hörmətin olmalıdır ən azından. Hər işin qiyməti var. Yəni bir müştərinin zəng gelib artıq qiyməti öldürməyi, alver eləməyi, yəni məncə düzgün bir şey deyil, çox absurd bir şeydir məncə. Yəni nə belə? Mən səndən tam razıyam. Yəni yenə də fərqi yoxdur. Yəni diş həkimi olsun, yəni fotograf olsun, rəssam olsun, yəni yeri süpürən insan olsun. Yəni hər iş belə baxanda sənətdir. Yəni hər işin də öz sənətkarı var və hər sənətin, hər işin öz qiyməti olmalıdır. Bəs sən nəyə görə sırf məsələn mən nəyə görə Azərbaycanı mən zərurət tuturam, lokal olaraq deyirəm. Çünki mən başqa ölkələrdə gəlmişəm, sən də bilirsən, başqa ölkələrdə olmusan, ən sonunda Amerikada olmusan məsələn ki, özün görürdün, yəni sən gördüyün işini də dəyərləndirirdilər müştərilər. Yəni Amma bizə bu problem nədən irəli gəlir səncə? Nədir bu qiymət bazarını silkələyən? Müştəri sənə yığır, deyir ki, sən baha eləyirsən, filankəs səndən ucuz eləyir, filankəs başqa şey də eləyir. Əslində bu təkcə Azərbaycanın problemi deyil. Həm Amerikada da, Rusiyada da fərqi yoxdur da. Yəni dünyanın hər bir ölkəsində cürbəcür insanlar var. Sənəti başa düşən, sənətə hörmət eləyən və işə, başqa insanlara hörmət eləyən və yəni başqa işlərin qiymətinə, yəni başqa işləri dəyərləndirən insanlar var. Bir də əksinə insanlar var ki, bunu başa düşmür. Ya da belə insan var ki, yəni xoşlayır oturub qiyməti müzakirə eləmək. Yəni Niyə də yəni müzakirə? Yəni bu cür insandır. Yəni psixologiya elədir ki, yəni bu insanlarda ki, yəni bunlar xoşlayır ki, yəni sən mənə bir qiymət deyəsən, səndən oturun bu qiyməti müzakirə edeyim və qiyməti aşağı salın. Bu onun üçün yəni bir cür idman növüdür də, belə deyərdi. Yəni məndə belə bu cür mən qabaq fotoqrafiyadan qabaq IT-də işləyəndə, IT satışlarında işləyəndə mən bir Azərbaycanda bir təzə bank, xarici bank gəlmişdi. Mən deməyəcəm hansı bankda, indiyənə qədər çalışdılar onlara. Azərbaycanda isə yəni bu bağlamaq üçün yəni nələrsə baş verməlidir ki, yəni bunlar bağlansın, nələrsə bunlar dünyada. Yəni belə bir çox güclü banklardan biridir. Yəni onların alış, yəni procurement meneceri mənə müraciət eləmişdi ki, bizə nə bilim data center lazımdır və s. Yəni nəsə biz təzə layihə başlayırıq, Azərbaycana gəlmişik, bizə infrastruktur layihəsi lazımdır. Layihəni vermişdim və mənə bir dənə söz dedi, mənə çox maraqlı gəldi. Yəni bu fotoqrafiyadan, sənətdən uzaq bir sənətdir də, yəni IT, yəni tamam başqa bir sahədir də, biznes sahəsidir. Və bu insan dedi ki, mənə elə qiymətlənən ki, incdən deyirəm və gələcək layihələrdə də yəni işləsək, elə qiymətlənən ki, mən səndən ondan sonra oturub bu qiymətin üstündə mübarizə edəcəm. Ki, yəni mən qiyməti aşağı salacam. Sən elə qiymətlənən ki, aşağı sala bilərsən, uduzmayasın. Yəni indidən bunu deyirəm. Yəni o vaxtı yəni lap belə də təzə başlamışdım bu satışlara, yəni IT-dən keçdim satışlara və mənim üçün
çox maraqlıdır. Düzdür, mən iqtisadiyyatı bitirmişəm, amma bu cür yanaşma, yəni qanunlardan biraz kənar bir şeydir də, yəni bu belə mənim üçün maraqlı idi. İndiyənə qədər mən o sözləri özüm üçün beynimdə qeyd edirəm. Yəni məndə o belə deyək də polkalar var, şkaflar var və o şkaflarda məndə qaydalardır. Yəni hansı qaydalara uyğun mən kimlə necə oturub söhbət edəcəm və bu qaydalarımdan biridir ki, yəni mən elə qiymət deməliyəm ki, insan %100 insanlar həmişə endirmişdir. Mənim praktikamda yəni çox az bir hallar olub ki, yəni tutaq ki, fotoda insanlar məndən endirimi istəməsin. Fərqi yoxdur. Çox varlı da ola bilər, yəni sadə bir hansısa bir hamı endirmişdir. Və yəni mən yəni burada mənim bir dənə sualım var. Yəni bu sualı mən həmişə özümə də verirəm və yəni bütün mənim kolleqalarım, dostlarıma yəni bu sualı verirəm ki, yəni qiymət, yəni tutaq ki, sənətin qiyməti nədən yaranır? Sənin qiymətində, yəni belə, yəni sadə bildirsən, oraya dildə də sənin qiymətin, sənin qiymət politikan nədən yaranır? Yəni sən necə tutaq ki, sənə hansısa müştəri müraciət edir, deyir ki, mənə vət ver. Çəkiliş lazım. Texniki tapşırıq ver ya vermir. Nədən yaranır sən? Bütün xərcləri hesablayıb qiymətləndirməyə çalışıram. Çünki orada baxır, indiki müştərilər məsəl üçün, yəni biz özün də bilirsən, biz qanuni formada işləyirik. Vergi ödəyicisiz, yəni də vergilərimizi də verir, köçürməyimiz olur. Yəni belə bir standart bir proses var bizdə. Onun faizi hesablanır. Sənin getdiyin yolun qiyməti hesablanır. Sən maşınla mı gedirsən, taksilə mi gedirsən, nəyinəsə. Yəni onlar hamısı hesablanmalı. Sənin gördüyün günün kompensasiyası hesablanmalıdır. Mən hamısını nəzərə alıb ümumi bir qiymət deyirəm. Amma qiyməti elə deyirəm ki, həm müştəriyə çox yük düşməsin. Bilirəm ki, müştərinin potensialı nəyə qədər, hara qədərdir, hansı levelə qədər. Yəni sən Müştəriyə baxıb deyirəm. yəni sən müştərini belə deyək də, yəni öyrənirsən bu müştəri kimdir? Müştəri var ki, mən bilirəm ki, onun gözü satmayacaq məsəl üçün. Elə müştəri var ki, yəni pulu var, yəni belə pis çıxmasın, lora dildə deyirik puluma. Yəni büncəsi var, amma təklif elədiyi qiymət daha aşağı olur. O da düzgün deyil artıq. Yəni orada artıq balans pozulur. Ona görə standart bir qiymət olur, ən azından başlayan bir fiks qiymətdən başlanır. Sonra müştəri sənə müraciət edəndə danışırsan, soruşursan. Sonra müştərilər var ki, zəng gedir ki, mənə falan çəkiliş lazım, məsəl üçün gələndir. Məsələn, mənə lazımdır 2 saatlıq tədbir çəkilişi. Qiyməti də sən bilməlisən, tədbirin agendası nədir? Neçədə başlayır? Eləsi var ki, deyir, sən fərqi deyəndə gəl çək də filan saatda gəlsək də. Bilməliyəm axı neçədə saat? 5-50 saatda başlayır, mən başqa çəkilişim var. Mən onu da hesablayıb, bunu da hesablayıb deməliyəm qiymət. Yəni bu qiymət dəyişən bir mürəkkəb bir şeydir, yəni sürüşkəndir bu. Dəyişə bilər. Fiks qiymətlər olur, amma yəni dəyişir. Bu yaxşı yanaşmadır əslində. Yəni məncə, yəni indiki zamanlarda elə çox uyğundur, çünki yəni cürbəcür müştərilər var. Amma mən ən birinci, yəni foto sənətini seçəndə mən tamam, yəni həyatımı dəyişdirdim. Yəni mən tamamilə başqa sənətdən yeni bir sənətə keçirdim də. Yəni mən IT-dən fotoya keçirdim də, arta keçirdim. Və mən oturdum birinci özümə biznes plan yarattım. Ki yəni mən burada itirirəm. Maaşımı itirirəm, tips markamı itirirəm, bonuslarımı itirirəm. Mən bu sənətə gələndə mən eyni heç olmasa yaxın olan bir məbləğ, ən azından aylıq məbləğ qazanmalıyam ki, yəni mənim xərclərim var, o xərclərimi örtsün, ödəsin. Və yəni hesabladım, yəni okey. Yəni özümə, yəni okey dedim ki, yəni və biznes planı yəni alınacaq. Mən bunu bu cür hərəkət edəcəm. Amma qiymət məsələsi, yəni biznes planda, yəni qiymət politikası həmişə olur. Yəni mən biznesi oxumuş insanam, yəni ona görə mən hər şeyə biznes kimi, yəni birinci baxıram, biznes baxımından. Çünki yəni həyat belədir də, yəni həyat puldan, yəni işdən asılı olan bir şeydir və harasa gedib, hansısa ölkələrə gedib, yəni bilet almağa ən azından, yəni pulun olmalıdır. Yəni ailə saxlamağa pulun olmalıdır. Nəsə, hansısa kofe içməyə pulun olmalıdır, artıq pulun olmalıdır. Yəni sən gedib hərdən bir oturub kafedə, restorana getməlisən. Yəni ən azından da yəni
bizə ödəməli bir işlər və mən ən birinci o biznes planda qiymət politikası bəndində mən vaxt nə qədər vaxt qızıl da deyil, vaxtın qiyməti yox. Bizim yəni həyatımızın vaxtı çox məhduddur. Yəni bundan belə deyək də bizim bilmirik də indi Allah bilir biz nə qədər yəni bizim vaxtımız var, amma bu vaxtı mən şəxsən mən və yəqin sən də eyni, yəni heç mən insan tanımıram ki, yəni boş-boşuna yəni həqiqətən. İndi uşaq olanda biz bunu başa düşmürük və nə bilim gedib futbol oynayarıq, ya. Amma indi yəni biz düşünməliyik ki, yəni və mən qiyməti təklif edəndə ən birinci mən hər müştərini, hər sifarişi mən layihə kimi hesab. Yəni bu layihəmdir. Çünki mən hər çəkilişə hazırlaşıram. Mental, yəni beynimdə hazırlaşma prosesi gedir. Oturub tutaq ki, hansısa materialları oxuyuram, moodboard hazırlayıram, hansı avadanlıq istifadə edəcəm, rent edəcəm bunu, yəni öz avadanlığından istifadə edəcəm, nəsə hazırlayacam bəlkə, yəni bunlar hamısını düşünürəm və bu hamısı vaxtdır. Layihəni, yəni müştəri ilə okey verəndən sonra ki, müştəri okey verdi ki, yəni bu çəkiliş olmalıdır. Ondan sonra başlayır məndə, yəni mən artıq bu layihənin hazırlanmasına və çəkilişə və post-production'a, yəni çəkilişdən sonra mən bu müştəriyə təhvil verəcəm. Bu 3 mərhələnin vaxtını mən hesablayıb onun qiymətini verirəm. Dərinə, amma əslində sən vaxt sərf edirsən. Bu belə deyək də, mən universitetdə oxuyanda, yəni bu Yapon Yaponiya çox xoş bilirsən və Yaponiyada biznes model elədir. Satırlar. Onlar satırlar ki, yəni əslində bu modeli tüm dünyada yəni baza kimi yəni götürüb base model ilə bu da. Və yəni sən vaxtını satırsan. Yəni sən vaxtla, yəni bir saatda yanası British Petroleum yansısa başqa bir neft şirkətində, tutaq ki, saatla vaxt verir. Sən overtime məsələsi var da, yəni biznes. Yəni bu overtime, yəni sən axşam saat 5-ə 6-ya qədər işdə olmamalısan, 9-dan tutaq ki 6-ya qədər. 6-dan sonra sən nə qədər işləmirsən, bu sənin overtime oldu. Sən tutaq ki, hansısa tətilə getməmisən, sən işləmirsən, bu sənin overtime vaxt. Sən ödənişli vaxtdır da, yəni overtime və 2 qat hesablanır. Yəni nəyə görə onlar hesablamalıdır, biz yox. Bu məsələ var. Yəni bu da işdir. Biz overtime tiden gidip segment olması bir saatte qalar. Kimsə gözlərini. Əslində olmuyor. Bir kolunda. Bu yaşlarda bir dənə video gəlib gözümün qabağında, bir dənə fotoqraf var, deyəsə Rus fotoqrafdır. Qəşəng bir reelslar düzəldir, müştərinə yazışmaları, yerində, orada da bir moment var ki, yəni mən deyir, gəlmişəm, siz hardasınız? Deyir ki, biz axı saat 2-yə danışmışsınızsa, indi saat 11-dir. Deyir, nə olsun, mən gəlmişəm də siz hardasınız ki, mən sizə oturum gözləyim. Yəni bir məsələ var. Bu da vaxt məsələsi. Yaxşı, bax indi fotoqrafiyadan danışırıq, ümumiyyətlə bu mediadan danışırıq. Səncə gələcəyi necə görürsən? Fotoqrafiyada yenə də belə desək, pul varmı? Ya bu çünki AI süni intellekt gəlib. Bəziləri məsəl üçün əvvəl adını çəkənlər indi bir dənə kliklə onu Gemini-də falan dəyişib, generate edib çıxardılar ortalığa. Səncə bu tələbat düşəcəkmi aşağı, qalxacaqmı? Əslində bu çox çətin və kompleks məsələdir. Dünya üçün kompleks məsələdir. Ən birinci, ən böyük bir problem ondadır ki, bu avadanlıq, ən azından yaddaş kartların qiymətləri qalxır. Hard disklərin qiyməti qalxır. Yəni bunlar hamısı çox təsir edir. Yəni bu AI dünyanı dəyişdirir, həm biznes tərəfdən dəyişdirir, həm biznes modeli tərəfdən dəyişdirir. Yəni bu biznes model kimi məncə çox dəyişikliklər və gələcəkdə çox dəyişikliklər olacaq. Yəni fotoda və videoda. İndi mən görmüşəm video, yəni cəmaət qısa metrajlı filmlər AI-da kliplər çəkir. Düzdür, indi baxırsan, bilirsən ki, bu AI-dır, amma bu belə deyək, birinci addımlardır və bu addımlar çox maraqlıdır. Mənim üçün çox maraqlıdır. Əslində, yəni mən öz işimdə son 2 ildir mən AI istifadə edirəm. Bəlkə sən də istifadə edirsən. Yəni sən məsələn sən storyləri, yəni sənin reelslarını görmüşəm. Yəni sən düzdür indi nəzələnmək üçün, amma
Yəni bu özün də görürsən necə keçdi. Yaxşıdır, səndən oturub yadındadır. Meymun məsələsi, bu meymun o şey zonçiki götürüb uçur. Mən sənə göndərmişəm, sən mənə dedin AI-dır, mən dedim ola bilməz axı bu AI-dır. Sən mənə göstərdin, mən də belə bir video eləmişəm. Mən də dəli olmuşam ki, yəni nə qədər real bir şeydir. Mən elə ki, yəni orada da meymun götürüb oturub, yəni uçur. Mağdur da bu. Onda mən belə başa düşürəm ki, belə çıxır ki, biz AI ilə işləməyi öyrənməliyik ki, ayaqlaşaq indiki dövrünə, gələcəklə də. Yəni bir fotoqraf biz bunu öyrənirsə, onun üzərindən getsə, bəlkə də daha biraz inkişaf eləmiş olur. Süni yaradılan bir şey. Yəni bu real deyil. Bunun canı yoxdur, ürəyi yoxdur, ayağı, gözü, heç nəyi yox. Hələ ki, Latinlər olacaq, gələcəkdə o Terminator məsələ. Gəl biz yalnız quracaq. Var, mənim elə müştərilərim olub məsələn, sənə də eyni olub ki, dəyişirlər. Yəni Çəkirlər. Mən istəyirəm, nə bilim, background-u dəyiş, yəni Sahara ilə, falan şey belə elə. O eləyirik yəni. Yəni keçmişdə insanlar Və onu 5 manat eləmirik. bu insanlar yəni keçmişdədir mənim hansısa vaxtlarda 80-ci illərdə, 90-cı illərdə hatta foto sənətində, fotoqrafiyada onlar sən nə qədər vaxt itirirdi insanlar ki, bir obyekti və insanı bu fondan kəsmək. Mənim yadımdadır, mən gəlirdim şeydə 28 may metrosunun yanında Fujifilm vardı. Yəni o pasport üçün, yəni nə bilim viza üçün şəkil çəkdirirdim. Gəlib yanıb baxırdım ki, bunlar çap olunana qədər fotoqrafiya baxırdım, orada uşaqlar oturub, yəni kompüterlərdə o zırpı monitorlarla oturub necə kəsdirdilər, fondan, təzə fona yerləşdirmək nə qədər vaxt apardı. İndi bax klik AI hesablayır bunu. Özü masking eləyir. Götürürsən, dartırsan, açırsan bura. Çox rahat. Yəni bu cür süni intellekti istifadə eləmək, yəni mənim üçün yəni vaxtı gəlməyə, yəni mən indi applicationdan istifadə edirəm. Yəni reklam üçün bunu bilməyəcəm. Applicationdan istifadə edirəm və application, yəni mən kameranı qoşuram kompüterə, yəni çəkiliş edirəm. Düzdür, bu yeni bir proses deyil. Yəni kamera ötürür, kamera kabelindən ötürür kompüterə bu şəkili, amma mən həmən şəkili belə deyək də 10 saniyənin içində phase retouch, yəni və sadə bir retuş edirəm. Belə də, yəni məsələn, o üz problemləri, göz altında qara şeyləri, yəni qara yerlərini, nə bilim olsa, belə də sadə bir və müştəriyə o saniyə hazır variantını göstərən ki, yəni buna belə deyək, bu 90% yəni bu cür olacaq da. Müştəri, indiyənə qədər mən belə bir müştəri görməmişəm ki, yəni desək ki, bu nədir? Hamı deyir, wow, super, mən nə qəşəng çıxmışam. Amma bu süni intellekt edir də, yəni düzdür, lokal kompüterin deyir, amma edir bunu da, yəni artıq bu model öyrənib, yəni bu cür olmalıdır. Harada nə cizgilər var, onları götürüb, yəni necə fix edeyim, saçı necə fix edeyim, çox rahat. Yəni mən Bir kliklə retouch. bir kliklə retouch, yəni çox rahat bir şey. Bəs bu yığılan faylları, məsəl üçün mən, sən də yeni istifadə etsən də bu hansı traliş deyə də bu yaddaşlar, haradasa kompüter təbii saxlaya bilməzsən bu qədər faylları, sən fotosu var, videosu var, bunun retouchu var, yəni xam materialları sən hara yığırsan? Sən nə alıyorsun? Mən hard disklərə yığıram. Kimə də hard diskləri? Okey, amma hard disklərin də məsəl üçün bu belə şey deyirəm, yenə hard diskə yığdın, dayboq deyirlər, əlin deydi düşdü yerə, sağ ol. Hard disk elə bir şeydir ki, yəni SSD-lər okey biraz şey qorunur, Divara. deydi, qırıldı. Müştəriyə çəkmələr. Hə, o Lakstar kinaplar eşitmişəm. Amma indi çöpmək olmaz ha. Nəyə görə qiymətlər qalxıb? Xarici $100 Allah, xarici $4 alıyor. Videolara götürüb o şeydi, qabağı deyir, memory kartları hara gəldi, atırdı. İndi belə təmizləyirsən, hava ilə təmizləyirsən, belə ayrıca qutuya qoyursan, belə polkaya qoyursan, ki, ya düz indi qiymətdə çox qalxası var. Əslində bu qəşəng məsələdir. Necə saxlamaq, hard disk. Bunu backup olmalıdır aslında. Backup, yəni mən qabaq, yəni IT-dən bəri, yəni mən reytlərdən başım çıxırdı deyənə də, yəni evdə sadə, IT-də sən yəqin görüşmüşəm, qiymət məndən indirmişsin. Hard disk məsələsində mən evdə bir də sadə RAID qurmuşdum.
Lassie firması var. Yəni Apple-a təzə keçəndə mən adam Apple-a keçəndə yəni görür ki, yəni bu estetik olan görüntülü bir kompüter ən azından belə deyək də yəni bu xarici görünüşü bu çox bir premium maldır da, yəni premium avadanlıqdır və sən istəyirsən ki, ətrafında olan avadanlıqlar hamısı premium görsənsin. Mən Lassie port hard diskləri almışdım. Orada RAID versiyası vardı. Çox dəhşət var. O vaxtda da dəhşət var idi. Bir dənə dizaynına görə məncə qiymətlidir. İçindəki olan hard disklər adi hard disk şey deyil. Onlarda RAID qurmuşdum. 2 terabayt deyər, 1 terabayt RAID. O RAID fotoqraf. Yəni biz RAW çəkirik, video çəkirik. Çox tez dolub. Ondan sonra başladım. Mən yəni o necə deyirlər, fotoqraf gəzməlidir. Yəni mən çox gəzirdim. Yəni başqa ölkələrə gedirəm, nə bilim, gedirdim və gedirəm. Azərbaycanlı, yəni başqa rayonlara, kəndlərə gedib, yəni nəsə çəkirəm, layihələr olub. Məcbur oldum özümə mobil disk, balaca disklər və o disklər də tez dolur. Çünki yəni yeni kameralarda, RAW-larda çox Qarşılamaq. yəni onların həcmi çox böyük olur və hard disklər tez dolur. Məndə evdə şkafın bir polkası ancaq hard disklərlə dolur. O qiymətini təsəvvür eləmirəm ora. Qiymət dəhşətli. Yəni onların içində olan materiallar nə qədər qiymətlidir. Çünki orada mən hərdən bir oturub baxıram. 10 il bundan qabaq çəkdiyim şəkillər indi tarix olub. O bina yoxdur, o bina sökülüb, o adam yoxdur. Rəhmətə gedib, yəni nəsə yoxdur. İntellekt eləmir. Yəni bunu artıq süni intellekt eləyə və bir hard diski taxdım kompüterə və görürəm ki, yəni bu işləmir. Açmadı məndə. Mən bir ay əlləşdim o hard diskin üstündə. Axırda bütün oradan olan məlumatları mən çıxarda bildim. 99 Ayza niyəsə? hard disk. Yəni hər maşın 20 il, 10 il qalsa qarajda, işləməyicidir birinci dəfədən də. Yəni onu sən o necə də xotlanmalısan da, yəni sən onu güclə bağlarına, yəni itəliyə akkumulyatorun ölür nəsə də. Yəni hard disk də elə bir şeydir də, mexanizmdir. O mexaniki olan hissədə nəsə problem, yəni pas ola bilər, nəsə ola bilər, toz düşüb, nəsə zamıkan, nəsə. İşləmədi, axırda yəni bir aydan şükür Allaha işlətdim onu. 99% məlumatı mən çıxarda bildim. Və o momentdən mən başa düşdüm ki, mən RAID məsələsinə qayıtdım. Və bu yaxınlarda düzdür, qiymətlər dəhşət qalxıb və amma mən məcbur oldum ki, yəni mənə lazım. Mən özümə bu böyük həcmli RAID yox, hibrid. Yəni Qnap istəyərdim, amma Qnap həm bu modelə deyəsən yox. Bu modeldə SSD yoxdur, adi hard disklərdə indi düzdür, amma mən orada server hard diskləri alıb qoymuşam. 12 terabaytlıq hard disklər qoymuşam. Xaricdə olsa da istifadə eləyirsiniz. Yəni o həm bu baxımından da çox qəşəng bir şeydir. Yəni şəbəkəyə qoşursan və sən uzaqdan, yəni mən harda oldum, yəni internet olan bir yerdən mən qoşuluram. İndi bu dəqiqə telefondan öndə qopyalıram. Yəni həm sürəti gülərəm ora. Düzdür, indi internet sürətindən asılı olan bir şeydir. Evdə olanda düzdür, çox sürətlidir, amma xaricdə olanda, amma ən azından məndə bu məsələ var və mən heç kimi ödəməm. Yəni cloud subscription, yəni bunu almamalıyam. Amma redis. Çox, yəni belə deyək də, o hard disk nə qədər yaşayacaq, o qədər də yəni cloud yaşayın. Düzdür, orada RAID-dir, yəni klon edir də, yəni bir hard disk xarab olsa, o birisi hard disk yəni backup edir və bir-biriniz. İndi gələcək üçün düşünürəm ki, ikinci bunu RAID-dən alın. Daha portable variantlar var məsəl üçün, daha belə dizayn olaraq portable olanlar, SSD-li olanlar var. Gözləyək, AI biraz qiymətləri aşağı. AI çox yəni özünüz də video kartların da qiyməti, RAM-ların qiyməti qalxdı. Mən axırıncı dəfə özümə kompüter yığanda Koreyada RAM axtarırdım video kartını, tapa bilmirdim. Sold out idi, hamısı satılmış, təsəvvür edirsiniz. Yəni mən getmişəm Koreyaya RAM almağa, fiyakabağa düşmək istəyirəm. Sıfır, satılmamış, hamısı satılır. Oyunlara necə baxırsan?
Çox da qeymət. Ne diyeceğim bağırırsa ama bizi kırıyorlar. Ən son AI robotlar geldi. vaxt var idi. Biz universitet vaxtlarında da oyun oynayırdıq, yadındadır. Şey yani. Sonra iş, sonra indi biraz vaxt olur. Kulübüden çıkın orada. Koldan çıxmır. Evden çıkın. Oturup gece vakti səhərə gedər oyun oynuyor. İlk şey yəni oyunlar çox yaxşı inkişaf eləyib. Next Generation oyunları ümumiyyətlə qrafiklər Təsir ediyor. işimə təsir eləyir deyəndə mən oyun oynayanda daha çox rahatlayıram. O deyir, öz deyir prostranstvam var, öz dairən var. Mən o dairənin içində oluram. Hər şeydən uzaqam da. O ki, nauşka taxtı. Sakitlər. Sakitdə stres atmaq üçün ən ideal bir şey oyun oynamaq. Maraqlı. Əsas stressiz oyunlar. Stressin, yəni stresli də olar. Yəni Arklayers məsələsi. o heştadlar işte oyunlar. Sən Diablo'da oynayırsan, Arklayer'da oynuyoruz. Başqa nələr biliyoruz da? League of Legends sərdən bir, yəni telefondasın da, yəni çünki çox vaxt olmur. Yəni gəlirsən evə elə ölü vəziyyət, yarı ölü vəziyyətində belə o Jon Snow şeydə Game of Thrones'da gəlirsən belə zəncə belə ayılırsan. Amma yəni belə deyək də vaxt getdikcə yəni o qədər işləyir, böyük layihələr olanda sən özünü görürsən də. Yəni amma evə gəlib o gün vəziyyətdə olanda nə kompüter qoşmağa və güc qalır. Bir də belə bir şey var da. Çox adam fotoqraf, videoqraflar deyir ki, gedir neyini bir dənə düyməni basacaq, çəkəcək, çıxıb gedəcək, məni göndərəcək. Elə deyil, elə deyil. Biz 24 saat işləyirik, həqiqətən belə. Biz çəkirik, gəlirik evə, bunun montajı var, bunun color'ı var, rəngləməsi var, bunun retuşu var. Yəni başa düşmür. Okey də AI var, retuş bir filika eləyirsə, amma onu sən korrekt eləmək, düzgün eləməlisən. Bunu başa düşənlər azdır çox. Qəşəng məsələdir. Yəni iş prosesi, sən necə qurursan iş prosesini? Pipeline deyirlər də buna. Yəni tutaq ki, retouch məsələsi bu çox maraqlıdır da. Yəni məndən müştərilər soruşur, siz bundan sonra işləyəcəksiniz bu şəkildə? Yəni əlbəttə işləyəcəm. Qaranlıqdır bu. Yoxsa sən mənə indi onu göndər, mən onu telefonda Gətirib dənə. Snapchatda bir də göz muncuğu yapışdırım özümə. Amma məsələ ondadır ki, sən pipeline necə qurursan? Sən hansı applicationlar və necə də, yəni sən çəkdin. Çəkilişdə düyməni basandan şəkil sənin memory kartına gəldi. Ondan sonra nələr? Mən belə bir filtre variantı eləyirəm. Çox adam eləmir bəlkə də eləyirlər. Adam var, fotoqraf çəkir şəkili, amma çəkir. Baxmır şəkilə. Baxır necə, baxdı, okeydir, yəni silmir. Məsələn, məndə necədir? Mən çəkirəm, baxıram, bəyənmirəmsə silirəm artıq. Onun yerə məndə 3000 şəkil olunur, məndə cəmi 500 dənə şəkil olur. Seçmişəm artıq onu. Oraya planımı indidən qurmuşam və işığı düzgün qurmalıyam ki, mən evə gedim, 2 saat o dediyi işıqdan əlləşməyim. Gəlir təsəvvür çəkmirsən, qaranlıq bir prostranstvoda, şəkillər qaranlıq gəlirsən evdə, onun vaxtı çox gedir. Sən necə çəkirsənsə, o qədər də sənin evə gedəndə işin azalır. Çünki professional çəkiliş eləyirsən, işığı qurdun, hər şey idealdır, gəldin evə, oturdun. Adətən biz nə edirik? Şəkili birinci rənginin işığını işləməlisən, düzdür? Əvvəl Lightroom işlədirdim, açığı. Həmişə Lightroom işlətmişəm, amma artıq bitirmişəm Lightroom'dan, keçmişəm Capture One-a. Nəyə görə? Nəyə görə? Capture One-da artıq lokal retuş var. Ən azından. Bir də Capture One RAW formatı düzgün qəbul edir. Reklam elədiyim proqramı. Bizə ona pul vermirlər. Sponsor reklam deyil, narahat olun. Hadi gəl. Capture One-ın nəyə yaxşıdır ki, retouch'ı yerində eləyirsən, rəngləri yerində eləyirsən, RAW-ı düzgün götürür, RAW-ı tam götürür. Yəni o RAW necə bir formatdır, bir klik təsəvvür eləyin. Onun içində poligonlardır. O poligon Lightroom tam aşırı verirsən, bu isə bölüb, kəsilib falanı doğraymayırsan. Əslində Capture One-ı yaradan şirkət Phase One-dır. Ya da ən bağlı kameralardandır. Və ən güclü, ən bağlı bəlkə onlarla da bağlı. Yox, ən bağlı kameradır bəli. Və onları bir ara deyirlər Gods of Color. Yəni bu rənglə işləmək onlarda nömrə birdir. Yəni bunların applicationları, kameraları ən düzgün rəng verin kameralar. Amma piyasında bu DaVinci Resolve bu video coloring olan yeni şey çıxardı. Yəni əslində mən da çıxartmış biləmədim. Yəni ki, amma 21-ci versiyalar çox maraqlıdır. Məndə 20 ildir dəvətdir. Amma mən düşünürəm ki, Adobe deyəsən artıq sona gedir. Nəyə görə? Dünən Cloud var. Anthropic Cloud. ChatGPT-nin alternatividir. Yeni platforma təqdim elədi. Sırf dizaynerlər üçün bir klikə sən dizaynı hazırlayırsan. O çıxan günün gecəsi, bugün mən uşaqlara göndərdi. Adobe-nin bütün səhəmləri getdi aşağı. Capture One sonra?
Capture One istifadə edirəm bunu. Son, Bir də Adobe Photoshop. Bir də Photoshopda retuş, yəni artıq elədiyim çox xırda şeyləri düzəlişlər eləyir. Və Photoshopun faizi 10%-dirsə, Capture One-ın faizi 85%-dir. Bu iki proqramdan istifadə edirəm. Və ən sonunda əgər lazım olarsa, işlərini, istəyinə uyğun olaraq süni intellekt instrumentlərini, amma süni də necə? Orada çox Nano Banana var, Sedan var, Midjourney var. Yox. Adilli platformadır. Yığılı platforma bir sistemin içərisinə. Səndə də var idi, girmişdin orada. Adı yadımdan çıxır sadəcə. Evet. Hə, şeysə var orada platformalar. Onlar yığırlar bir dənə platformanın içinə bütün bu süni intellekti. Aylıq 8 eurodan falan başlayır belə şeylər. Yani o kadar Amma bunun promptu yazılmalıdır. Amma bir dənə məsələ var. Sən bu yaratmaq üçün sən birinci bunun promptunu yazmalısan. Cloud'da çatıb. Ondan sonra bunu atmalısan. Orada mesajından ona bana şəkli verməlisən. Promptu yazmalısan. O şəkli ona hazırlamalısan. Yəni bu əziyyətli bir işdir. Və bunu bəzən Facebook'da yazırlar. Məsələn biri yazıb bir yaxında baş ağrı olmasın. Yazıb ki şeydir. Mənə 2 dəqiqəlik klip lazımdır süni intellektlə. Təzə 2 dəqiqəlik klip istəyib adam. Qiymət deyir ki, yazın qiymət kimlə təklif edir də. Sıfırdan yığılmalı. Biri yazıb 20 manat eləyərəm. Oturdum fikirləşdim. Yaxşı bunu bu 20 manat eləyirsə, bu alacağı polibon bu platformanın qiyməti tam olaraq qiyməti $40 başlayırsa əgər 2 dəqiqəyə də vurandıq eləyir hardasa bir 600 manat falan eləyəcək də dolları çevrəndə ki burada platforma şeyləri var da. şimdi orada şeyler promotokitlerde. Tiketlər də sən bunu necə bacarasın? Yəni bu nə qiymət bazarını belə raketlə vurmaq da mümkün deyil. İnsanlar biznesten çok aralıktı. Yani bunlar biznesle dostluq eləməyən insanlar da yani bu başa düşmürlər ki qiymət nədən yaranır. Hesab öz xərc hansı nə qədər xərcləyirlər və nə qədər qazanıcılar onların arasında onlar birləşdirmirlər bu iki rəqəmi də. Yəni bilmirlər ki bunun arasında çok böyük bir fərq var. Yani sənə dil balansı, yani o eyni yenə qiymət politikasına qayıtsaq, insan gəlib tutaq ki, indi həmişə elə olur, bazarda çox ucuz çəkən fotoqraflar var. Bu insanlar düşünürlər ki, həm iş keyfiyyəti, yəni aşağı səviyyədədir. İnsanlarla, yəni adi müştəri ilə bəlkə bu danışa bilər, belə də, yəni. Amma gəlib korporata çəkəndə, böyük bir layihələrə çatanda bunlar normal davranış, yəni normal cavab verə bilməyəcək. Mənə indi məsələyə qayıdacağım, danışacağım bir dənə moment var idi, mən də özüm rast gəlmişdim. Bu insanlar öz əlində olan fotoaparat, yəni nə bilim telefonla çəkilən, onun qiymətini də bilmirlər. Bəlkə kimsə alıb bunlara verir. Çünki yəni mən bunu $1500, $1400 alırımsa, yəni bunun qiyməti təklif elədiyim qiymətin içində olmalıdır da, yəni təklifin içində olmalıdır. Mən bunu çıxarmalıyım ya yox. Yəni mən $40 subscription, AI subscription alırımsa, yəni onun içində olan o tiketlərin qiymətinin heç olmasa tutaq ki, mən bu layihəyə, bu şəkilə mən 20 tiket xərcləmişim. O 20 tiket $20 eləyirsə, 20 manat heç vaxt onu örtə bilməz. Mən də alıyor. Bir də belə bir şey deyim. Baxın, heç vaxt siz gedib, mən misal çəkirəm, burada reklam getirir məsəl, misal çəkirəm. Heç vaxt siz gedib, tutaq ki, A7 Pro Max deyirəm, və ya Samsung S26 Ultra deyirəm, və yaxud nə bilim, ən bağlı kamera deyirəm, siz ona heç vaxt gedib 500 manat ala bilməz. Kimsə sizə deyir ki, 500 manat bilin ki, o hansı bir giydirmə bir məhsuldur. Bu biznesdə elə bir şeydir. Sənə kimsə əgər aşağı bir qiymət təklif edirsə, inan sən ondan keyfiyyətli bir iş gözləmə. Onlar gəlirlər, zəng edirlər, kiməsə gəlir, sənə zəng edir, fotoqraf salam, falan ələk mi salam, falan işimiz var, çəkiliş olmalı, partiya çəkilməlidir, hə, yaxşı. 20 nəfər adam, o ki, falan qiymət gəlirsən, sonra yığırlar ki, biz tapdıq adam, o gəlib çəkəcək, akas telefonla çəkir. Və yaxud nə bilim, gedir nəsə, tüy çapır, abadalıq çəkir, bilmim, yəni anlamıram, siz bu Mesela telefonla da çəkə bilər, çəksin, amma o çapa gedəcəksə, o əgər bir kataloqa gedirsə, bir sayta gedirsə, onun formatı düzgün olmur, işıqlandırma düzgün olmur, palçı. Bir dənə şey mənə nəyə sevindirdi ki, son bu bir ayda mən nəyə sevindim ki, artıq bəzi müştərilər gələnimdən çəkişə gedəndə deyirlər ki, bir nəfər gəldi deyir, telefonunu çəkdi, deyir, o da deyir, palçıq da çəkib deyirlər böyle, başa düşməyə başlayıblar ki, kamera başqa şeydir. Yavaş. Telefon nə üçün? Telefon sizin üçün də, yalnız ki, siz gedərsiniz, danışasınız,
siz yəni selfie eləyib, nəyəsə çəkib prosta sosial şəbəkədə 1080-ın 1360 pikseldə paylaşasınız. Всё. Yəni siz əgər ciddi iş istəyirsinizsə, kataloq istəyirsinizsə, reklam istəyirsinizsə, siz buna ciddi yanaşın. Okey, iPhone 17 Max-da və Weekend-in klipini çəkdilər 4K 120 FPS. Bu marketinq. Kinolar da çəkirlər əslində, amma bu kino çəkən insan, yəni adi bir insan deyil. Həm də ki, sən bu telefonu çəkən momenti görməmisən, bu telefona nə qədər hard disklər, linzalar qoşulub. Yəni bu telefon ancaq iPhone ancaq matrisi kimi istifadə. Kamera hal-hazırda çəkilmiş kameranın üzərində əlavə ND filtri var. Kamera hal-hazırda çəkilmiş kameranın üzərində əlavə ND filtri var. Bu işıq düzgün düşsün bura. Ondan əlavə bu format düzgün çəkilməli, bu rənglənməli. Siz indi baxırsınız, indi bunda salarda bir sıra oyunu görürsünüz, amma bunun hazır variantını görəcəksiniz. Yəni hər şey asıl deyil, hər bir iş çətin bir mərhələdən keçir. Bu qədər ürəyim boşaldı. Ən sona o funny momentdə belə maraqlı bir moment idi. Yəni əslində mənə bunu müştərim danışıb, sifariş eləyən bir insan danışıb, menecer danışıb. Yəni böyük bir şirkətdir. Böyük bir şirkətdə çəkilişdir və çəkilişə ucuz bir videoqraf dəvət edirlər. Ucuz deməklə, yəni ucuz ola bilər, amma belə deyə də bu ucuz videoqrafın beynində nələr baş verir, onu heç kim bilmir. Və bilmirəm bu işini necə görürdü, amma bu insan girib otağa və həmin momenti, o girən momenti, o sağdan şirkətin baş meneceri, CEO, şütür, ünbəz gəlirlər. Bu CEO bu yol verir, ya yadım, ya onu bilmirəm dəqiq, amma bu CEO, yəni direktor çıxıb gedir və bu videoqraf gəlir, dönür və şıqırır direktor, o sana ki, yəni, qardaş, hara getdin, nə, belə, sakit. Bir həmin momenti otaqda hamı sustu və buna baxırlar ki, qardaş, sakit ol, gəzdirət. Yəni, ən azından insan bəlkə, yəni, ucuz qiymətli və keyfiyyətli iş görəcək, amma bu iş təkcə çəkilişdən ibarət deyil, yaranmır. Yəni, bunun arxasında mədəni məsələ var, yəni mədəniyyət məsələ var, yanaşma məsələsi var və s. Belə bir dənə sual verim. Yəni bu sırf səncə 70-200 toy üçün yaxşıdır, yoxsa 105-85? 35 mm. Toy üçün, hər şey üçün, həyat üçün. 35 ilə mən momentlər olub ki, mən 35 mm-lə həm reportaj çəkirdim, portret çəkirdim, nə bilim, lifestyle çəkirdim, çəkirdim, hər şey. Başqa bir obyektivim yoxdur. 35, bir dənə 35. Özü balaca kamera. Mən xaricdə idim və kamera çımadan yəni gəlib çatmamış, yəni havadarlı gəlib çatmamışdı və mənə təcili lazımdır çəkiliş eləmək. İşte futbol çəkmişəm, yəni 35. Gələn videoda daha maraqlı mövzular olacaq. Like eləyin. Sonra neydi? Abunə olun. Subscription. Excellent. Okay.